1-ci sinifdən 11-ci sinifə qədər Qubadlı rayon Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbində oxumuşam. İyulun 12-sində keçirilən qəbul imtahanında 1-ci ixtisas qrupu üzrə ən yüksək nəticə 400 bal toplayan cəmi 2 abituriyentdən biri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qubadlı rayonu Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Sakit qızı məhərrəmli olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 297,5, qəbul imtahanında isə 400 maksimum bal toplayaraq ümumilikdə 697,5 bal toplamışam. Aysunun qazandığı uğur eyni zamanda təhsil aldığı Qubadlı rayonu Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbində formalaşmış keyfiyyətli tədris mühitinin, peşəkar müəllim kollektivinin və səmərəli idarəçiliyin göstəricisidir. Bu uğurumda mənə dəstək olduqları üçün məktəb müəllimlərimə çox təşəkkür edirəm əvvəlcə. Xüsusilə Natiqə müəllimə təşəkkür etmək istəyirəm. Ruhu şad olsun. Bu uğurumu ona həsr etmək istəyirəm. Çünki ingilis dilindən o mənim tamamilə təməlimi qoydu və bu yolda mənə həqiqətən çox kömək oldu. Eyni zamanda da dəstək oldu psixoloji olaraq. Məktəbin direktoru Gülər Əhmədovanın rəhbərliyi ilə təhsil ocağında şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların yüksək nəticələr əldə etməsinə xüsusi diqqət yetirilir. Yığdığım balı digər yığmaq istəyən tələbələrə, şagirdlərə daha doğrusu tövsiyələrimdən bəhs etmək istəyirəm. Əvvəlcə əgər yaşları kiçikdirsə, onlara tövsiyə edirəm ki, saxlamasınlar bu çalışmağı 10-cu 11-ci sinifə saxlamasınlar. Çünki məncə aşağı siniflərdən yaxşı oxusalar, yükləri həm azalar, həm də ki, təməlləri sağlam olduğu üçün daha rahat yüksək bal toplaya bilərlər. Gülər Əhmədovanın məqsədyönlü fəaliyyəti, müəllim kollektivini vahid komanda kimi formalaşdırması və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində gördüyü işlər bu uğurun əldə olunmasında mühüm rol oynayıb. Mən Bakı Əli Neft məktəbində təhsil almaq istəyirəm. Hətta dünən də həmin universitetə gedib orada görüşümüz olmuşdu və o universitetdə təhsil alıb eyni zamanda da hədəfim budur ki, informasiya təhlükəsizliyi sahəsində peşəkar bir mütəxəssis olum. Məktəbin qazandığı bu nailiyyət Qubadlı təhsilinin inkişafının və bölgədə güclü təhsil ənənələrinin davam etdiyinin daha bir təsdiqidir.